Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Dövlət qulluğu imtahanına hazırlaşan tələbələr üçün hazırladığım növbəti sınağın izahını verəcəm. Birinci sualdan başlayaq. Monoqrafiya sözündə vurğu neçənci heyciyə düşür? Monoqrafiya. Üçüncü hecadır ki, digər hecalara nisbətən monoqrafiya daha qüvvətli tələffüz olunur. Cavabımız C variantıdır. Həm də i-yə vurğunu özündən əvvələ atır. Hansı mürəkkəb cümləni təşkil edən komponentlərdən biri qeyri-müəyyən şəxsi cümlədir? Sualın iki şərti var. Birinci, mürəkkəb cümlə olsun və həmin mürəkkəb cümlənin tərəflərini təşkil edən komponentlərdən biri də qeyri-müəyyən şəxsi cümlə olsun. Mürəkkəb cümlə iki sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsindən yaranır. Sadə cümlədə müəyyən şəxslidir, qeyri-müəyyəndir, ümumidir, şəxssizdir. Burada bu mürəkkəb cümlənin təşkil edən o cümlələrdən birinin qeyri-müəyyən şəxsi cümlə olması kifayətdir. Məsələn, A-dan başlayaq. Onlar şikayətlərə qulaq asmış, vəziyyəti düzəltmişlər. Onlar qulaq asmış, onlar vəziyyəti düzəltmişlər. Bu, həmciz xəbərli sadə cümlədir. Əgər xəbərlər bir mübtəda ilə uzlaşırsa, sadə cümlə olur. Həmciz xəbərli sadə cümlədir. B variantına baxaq. Məclis başlamış, amma qonaqlar gecikmişdilər. Başlamış, nə başlamış? Məclis. Bu, sadə cümlənin şəxsə görə növlərindən müəyyən şəxsi cümlədir. Amma qonaqlar gecikmişdilər. Gecikmişdilər. Kim gecikmişdilər? Qonaqlar. Bu da sadə cümlənin şəxsə görə növlərindən müəyyən şəxsi cümlədir. İki dənə müəyyən şəxsi cümlə məna və qrammatik cəhətdən birləşərək mürəkkəb cümlə yaradıb. Amma sualın şərtində deyir ki, bu mürəkkəb cümləni təşkil edən cümlələrdən biri qeyri-müəyyən şəxsi cümlə olsun. Bunun hər ikisi müəyyən şəxsi cümlədir. Biz çox gözlədik. Gözlədik. Kim? Biz, yenə müəyyən şəxsi cümlədir, amma nədənsə bizi çağırmadılar. Çağırmadılar. Kim çağırmayıb? Onlar çağırmadı. Deməli, cümlə mürəkkəb cümlədir və mürəkkəb cümləni təşkil edən cümlələrdən biri müəyyən şəxsi cümlədir. Gözlədik. Kim? Biz. Digəri isə qeyri-müəyyən şəxsi cümlədir. Xəbər üçüncü şəxsin zəminindədir və cümlədə mübtəda yoxdur. Bu qeyri-müəyyən şəxsi cümlədir. Cavabımız C variantıdır. Həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmiş əvəzlik hansı cümlədə işlənib? Kimliyini unutduğu üçün imtahan zalına buraxılmadı. Burada əvəzlikdən düzələn isim işlənib. Sözün kökü kim əvəzliyidir, amma biz bir sözün hansı nitq hissəsi olduğunu bilmək üçün sözün kökünə yox, başlanğıc formasına kənarda sual verməliyik. Bu sözün başlanğıc forması kimlikdir. Kimlik, nə? Kimlik. Bu isimdir. Əvəzlikdən düzələn isimdir. Üzərində mənsubiyyət də var, hal da var, amma isimdir. B variantına baxaq. Özündən başqa heç kimin bu məsələdən xəbəri yox idi. Öz təyin əvəzlikdir. Özü, onun özü mənsubiyyət. İkincidə hal şəkilçisidir. İsmin çıxışlı hal şəkilçisi. Cavabımız B variantdır. Ümumiyyətlə, yadda saxlayaq ki, bir söz iki dəfə hal şəkilçisi qəbul edə bilməz. İki dəfə mənsubiyyət şəkilçisi qəbul edə bilməz. Məsələn, mən bunu yəlik halın şəkilçisi, bunu da çıxışlı halın şəkilçisi götürə bilmərəm. Çünki bir söz cəmi bircə dəfə hallana bilir və bircə dəfə də mənsubiyyət şəkilçisi qəbul edir. Şəkilçilərin qoşulma ardıcıllığına görə sözə birinci mənsubiyyət şəkilçisi artırılır. Yəni, biz bunu mənsubiyyət götürürük. İkincidə hal şəkilçisi artırılır. Bu da haldır. İsmin çıxışlı hal şəkilçisidir. Cavabımız B variantıdır. Hansı cümlədə altından xətt çəkilmiş söz iki leksik şəkilçili sözdür? Baxaq. Evi siz gələnə kimi təmizlətdirdik. Sözün kökü təmiz, təmizdən təmizləmək, təmizlətmək, təmizlətdirmək, d zaman k-də şəxs sonudur. Bu feildə 3 leksik şəkilçi, 2 qrammatik şəkilçi işlənib. Feildə belə bir xüsusiyyət var ki, qrammatik şəkilçilər sualın tərkibində işlənir, amma leksik şəkilçilər sualın tərkibində işlənmir. Evi siz gələnə kimi təmizlətdirdik. Sual verək. Nə etdik? Təmizlətdirdik. Fikir verirsinizsə, suala yalnız bax bu hissə iştirak elədi. Deməli, bura qədər olan şəkilçilərin hər biri leksik şəkilçidir, amma bu iki şəkilçi qrammatikdir. Döşəkçədəki naxışları çox bəyənmişlər. Sözün kökü döşəmək, döşəməkdən döşək, döşəkdən döşəkçə, döşəkçədən də döşəkçədəki sifəti yaranıb. Burada da 3 dənə leksik şəkilçi var. Əkinçiliklə məşğul olan dostlarımız burada yaşayırlar. Sözün kökü ək. Əkdən əkin, nə? Əkin ismi yaranır. Daha sonra əkinçi ismi yaranır və əkinçilik, nə? Əkinçilik ismi yarandı. Burada da 3 dənə leksik şəkilçi var. Bu lalədə qoşmadır.
Güləşçilərimizi yarışdakı uğurlarına görə təbrik edirik. Sözün kökü yarış, yarışdan yarışdakı sifəti yaranır. Bu sözün kökün yarmaq feili götürə bilmərik. Çünki leksik şəkilçi, əgər bu leksik şəkilçidirsə, düzəltdiyi yeni sözlə köhnə söz arasında məna bağlılığı qalmalıdır. Yarmaq feili ilə yarış arasında heç bir əlaqə yoxdur. Burada iş sözün kökündə işlənib, bir dənə leksik şəkilçi var. Sınaqdakı suallar çox çətin idi. Sözün kökü sına. Sınadan sınaq, nə sınaq? Sınaqdan sınaqdakı sifəti yaranır. Cavabımız E variantıdır. 2 dənə leksik şəkilçi işlənib. Hansı mürəkkəb sözün tərkibində həm leksik, həm də qrammatik şəkilçi işlənmişdir? A variantı. Qanuna uyğun. Burada həm qrammatik şəkilçi var, qanuna, həm də leksik şəkilçi var. Uymaq feilindən uyğun sifəti yaranır. Başı soyuq, onun başı. Bu mənsubiyyə şəkilçisidir. Soyuq, soyumaqdan da soyuq. Burada da leksik şəkilçi var. Həm qrammatik, həm də leksik şəkilçinin iştirakı ilə yaranmış mürəkkəb sözlərdir. Hansı nümunədə düzəltmə və mürəkkəb zərf işlənmişdir? O, astadan qapını açıb, ətrafa baxa-baxa nəsə axtarırdı. Burada bir dənə düzəltmə zərfi işlənib. Bu da astadandır. Astadan, necə, astadan zərfi yaranıb. Ümumiyyətlə, bu dan-dən şəkilçisi və da-də şəkilçisi. Bunlar həm ismin hal şəkilçiləri ola bilər, çıxışlıq və yerlik hal, həm də zərf düzəldən şəkilçi ola bilər. Biz bunları o vaxt zərf düzəldən şəkilçi götürəcəyik ki, necə, nə zaman? Bu suallardan birinə cavab verirsən. Burada da necə sualına cavab verdiyinə görə zərf düzəldən şəkilçidir. Amma bu cümlədə bir dənə düzəltmə zərf var. Mürəkkəb zərf yoxdur, çünki baxa-baxa feili bağlamadı. Qaça-qaça gələn uşaq birdən yerə yıxıldı. Bəli, birdən düzəltmədir, amma mürəkkəbi yoxdur. Qaça-qaça feili bağlamadı. Yayda nənəmgilə tez-tez gedirdik. Yayda, nə zaman yayda? Dayda həm yerli hal şəkilçisi ola bilər, həm də zərf düzəldən şəkilçi ola bilər. Necə, nə zaman? Suallarından birinə cavab verəndə zərf düzəldən şəkilçidir. Yayda gedirdik. Nə zaman gedirdik? Yayda bu düzəltmə zaman zərfidir. Bir də mürəkkəb zərf var, tez-tez. Cavabımız C variantıdır. Uzaqdan arabir maşının səsi eşidilirdi. Bəli, burada mürəkkəb zərf var. Amma düzəltmə yoxdur. Burada bu dan-dən çaşdırmasın. Dan-dən necə, nə zaman suallarının birinə cavab verəndə zərf düzəldən şəkilçi olacaq. Mübtədası buraxılmış müəyyən şəxsi cümlələrin birində qrammatik norma pozulmuşdur. Sualın bir neçə şərti var. Birinci müəyyən şəxsi cümlə axtarırıq. Daha sonra həmin müəyyən şəxsi cümlənin mübtədası buraxılmış olur və qrammatik norması da pozulacaq. Belə getsə, işimiz çox yaxşı olacaq. Bu cümlədə fonetik norma pozulub. Nə maraqlı danışırsan, əziz dost? Deməli, cümlə müəyyən şəxsi cümlədir. Mübtədası buraxılıb, amma qrammatik norma pozulmayıb. Burada əziz dost xitabdır və xitabın cümlədə işlənmə yeri müstəqildir. Cümlənin əvvəlində də işlənə bilər, ortasında da, sonunda da. Bizi görüb çox sevindi anamız. Burada bu müəyyən şəxsi cümlədir. Sevindi, kim sevinib? Anamız sevinib. Və qrammatik norma pozulub, çünki cümlədə inversiya var. Əslində cümlə belə olmalıdır. Anamız bizi görüb çox sevindi. Anamız cümlənin mübtədasıdır və cümlənin əvvəlində işlənməlidir. Sonunda işləndiyi üçün qrammatik norma pozuldu. Amma mübtədası buraxılmayıb. Müəyyən şəxsi cümlədir, qrammatik norması pozulub, amma mübtəda cümlədədir, buraxılmayıb. Sabah bizi səhnədə görəcəklər. Bu da ümumi şəxsi cümlə, üzr istəyirəm, qeyri-müəyyən şəxsi cümlədir. Bir çox əsərini hələ oxuya bilməmişdim. Oxuya bilməmişdim. Kim? Mən. Müəyyən şəxsi cümlədir və mübtədası buraxılıb. Mən intonasiya ilə bərpa elədim. Və bir çox sayından sonra gələn isim cəmdə işlənməlidir. Amma burada təkdə işlənib. Deməli, qrammatik norması pozuldu. Cavabımız E variantı. Hansı sözün yazılışı düzgündür? Layihə, burada layihə olmalıdır. Fotoaparat bitişik yazılır. Möhtəşəm. Cavabımız D variantıdır. Perspektiv. Bu da bu formasında olmalıdır. Mübtədası nitq hissəsi ilə ifadə olunmuş cümlələri müəyyən edin. Heç kim bu barədə danışmaq istəmirdi. Deməli, danışmaq istəmirdi. Kim? Heç kim. Heç kim nitq hissəsidir. Mürəkkəb əvəzlikdir. Biri götürdük. Döyüş meydanı igidlər üçündür. İgidlər üçündür.
nə döyüş meydanı. Bu cümlənin mübtədası ismi birləşmə ilə ifadə olunub, bunu götürə bilmərik. Azərbaycan əskəri, sən qalib yurdun əskərisən. Azərbaycan əskəri xitabdır. Sən qalib yurdun əskərisən. Yurdun əskərisən kim? Sən. Mübtədası şəxs əvəzi ilə ifadə olunub, yəni nitq hissəsi ilə ifadə olunub. Üçü də götürdük. Güllərin ətri hər tərəfi bürümüşdü. Nə bürümüşdü? Güllərin ətri. Mübtəda deməli 3-cü növ təyini söz birləşməsi, yəni ismi birləşmə ilə ifadə olunub. Elm öyrənməyi o hər şeydən üstün tutur. Kim? Kim hər şeydən üstün tutur? O. Bunun da mübtədası deməli şəxs əvəzi ilə ifadə olunub. Cavabımız 1, 3, 5. D variantı. Burada o-dan sonra vergül olmamalıdır. O-dan sonra əvəzə gələndə vergül qoyulmur. Zərfliyin əlavəsi işlənmiş cümləni müəyyən edin. Biz eşitdik ki, Ayaz burada, bizim kəndimizdədir. Bu cümlədə yer zərfliyinin yox, xəbərin əlavəsi işlənib. Çaşdıra bilər, bu hissəyə sual verəndə harada? Burada. Amma burada şəkilçi ixtisar olunub. Biz eşitdik ki, Ayaz burada idi. Bizim kəndimizdədir. Yer zərfliyinin yox, xəbərin əlavəsi işlənib. 7-ci, yəni sonuncu məktubu da sahibinə çatdırdıq. Burada da təyinin əlavəsi işlənib. Hansı məktubu 7-ci, hansı məktubu sonuncu məktubu? Bayram şənliyi 2 gündən sonra, ayın 5-dədir. Bu da çaşdıra bilər. Bu hissəyə sual versək, ümumiyyətlə xəbərin əlavəsi olanda xəbərdə şəkilçi ixtisar olunur və biz bunu zərfliklə səhv sala bilərik. Diqqətli olaq. Cümləsində belədir. Bayram şənliyi 2 gündən sonra idi. Belə. Ayın 5-dədir. Bayram şənliyi 2 gündən sonradır. Sonradır. Ayın 5-dədir. Burada da xəbərin əlavəsi işlənib. O da burada bizim kənddə işləyəcək. Burada artıq yer zərfliyinin əlavəsi işlənib. O da burada. Harada? Burada yer zərfliyidir və əlavəsi də bizim kənddədir. Fikir verirsinizsə, deməli, burada da, bu D variantında da burada var, A variantında da burada var. Amma əlavə ilə əlavəli üzv eyni cümlə üzvü olur. Yəni, əlavəli üzv başqa cümlə üzvü, onun əlavəsi başqa cümlə üzvü ola bilməz. Ayaz burada, bunu məsələn biz zərflik götürək, əlavəsində xəbər götürək, olmaz elə şey. Burada ixtisar var. Ayaz buradadır, bizim kəndimizdədir. İxtisar olunduğu üçün bunu zərfliklə qarışdıra bilərik, diqqətli olun. Amma D variantında deyir ki, o da burada, bizim kənddə işləyəcək. Cavabımız D variantıdır. 11-ci test. İmiş hissəci ilə işləmiş feilləri müəyyən edin. Baxaq. Sözün kökü aparmaqdır. Mış kökə artırıldığı üçün zaman şəkilçisidir və bir feil iki zaman şəkilçisi qəbul edə bilməz. Zaman şəkilçiləri feilin ya kökünə ya da başlanğıc formasına artırılır. Hissəciklər isə zaman şəkilçilərindən sonra işlənir. Burada feilin kökünə mış artırılıb, deməli bu zaman şəkilçisidir. Daha sonra dı gəlir. Məsələn, mən mışı da zaman götürüm, dığını da zaman götürüm, olmaz. Bir feil cəmi bircə dəfə zaman şəkilçisi qəbul edir və zaman şəkilçisi də kökə artırılır. Bu zamandır. Bu idinin qısaldılmış formasıdır. Bu da şəxs sonluğudur. Mış şəkilçisinin bir neçə funksiyası var. Zaman, imişin qısaldılmış forması, yəni hissəcik və feili sifət. Zaman olanda feilin ya kökünə ya da başlanğıc formasına artırılır. Hissəcik olanda sonda işlənir. Feili sifət olanda da necə sualına cavab verir. Qopararmış. Sözün kökü qop. Qopdan yaranır qoparmaq. Ar qeyri-qəti gələcək zamanın şəkilçisi. Mış da imişin qısaldılmış formasıdır. 2-ni götürək. Burada 2 dənə ar işlənib. Ümumiyyətlə bir feildə 2 ar yanaşı gələrsə, 2 ir yanaşı gələrsə, bunun birincisi leksik şəkilçisidir, ikincisi də zaman şəkilçisidir. Qopdan qoparmaq yaranır. Birinci arı leksik götürdüm. İkinci ar da zamandır və bir feil 2 zaman şəkilçisi qəbul edə bilməz. Mış da imişin qısaldılmış formasıdır. Danışmışdı. Sözün kökü danışmaq. Mış birbaşa kökə artırıldığı üçün zaman, dı idinin qısaldılmış formasıdır. Görməzmiş. Sözün kökü gör. M inkar şəkilçisi. Əz qeyri-qəti gələcək zamanın şəkilçisidir. Mış da imişin qısaldılmış formasıdır. Burada bu sizi çaşdıra bilər. Qeyri-qəti gələcək zaman şəkilçisi ikinci, üçüncü şəxslərdə inkarda işlənəndə zaman şəkilçisinin r-sı z-ya çevrilir. Əslində bu feil belədir. Görərmiş.
İnkara çevirəndə inkar şəkilçisinin saiti düşdü və qeyri-qəti gələcək zamanın r-sı z-ya çevrilir. Gətirmişdi, sözün kökü gətirməkdir. Mış zamandır. D isə idinin qısaldılmış forması. Cavabımız 2, 4. C variantı. Hansı cümlədə ikinci dərəcəli üzvlərin hər biri iştirak edib? Baxaq. Əli o oğlanın buraya işləmək üçün gəldiyini yaxşı bilirdi. Bilirdi kim Əli? Əli nəyi bilirdi? O oğlanın buraya işləmək üçün gəldiyini bilirdi. Cümlədə təyin yoxdur. Şərtdə deyir ki, ikinci dərəcəli üzvlər təyin, tamamlıq, zərflik hər üçü işlənsin, amma bu cümlədə təyin yoxdur. Burada o oğlanın, hansı oğlanın sualını verib onu təyin götürə bilərik, yəni çaşdıra bilərsiniz. Amma ki, oğlanın buraya işləmək üçün gəldiyini, bunun hər biri tərkibin içində gedir. Bizim bu təklifimizi təzə gələn qonaqlar da çox bəyəndi. Nə etdi? Bəyəndi. Nə qədər bəyəndi? Çox bəyəndi. Kim bəyənib? Qonaqlar bəyənib. Hansı qonaqlar bəyənib? Təzə gələn qonaqlar bəyənib. Nəyi bəyəndi? Deməli, bizim bu təklifimizi. Baxaq görək. Deməli, cümlədə tamamlıq var. Təyin də var. Mübtəda da var. Zərflik də var, xəbər də var. Bir də baxaq, bizim bu təklifimizi təzə gələn qonaqlar da çox bəyəndi. Cavabımız B variantıdır. Xəstənin vəziyyətinin yaxşılaşdığını eşidən qohumlar çox sevindi. Sevindi, çox zərflikdir. Kim sevinib? Qohumlar. Hansı qohumlar sevindi? Xəstənin vəziyyətinin yaxşılaşdığını eşidən qohumlar sevindi. Burada tamamlıq yoxdur. Xəstənin vəziyyətinin yaxşılaşdığını, bu hissə nəyi? Xəstənin vəziyyətinin yaxşılaşdığını, nəyi sual verib, bunu tamamlıq götürmək olmaz. Çünki bu tərkibin içindədir. Əgər bu tamamlıq olsaydı, bütün cümlə üzvləri təyində, tamamlıqda, zərflikdə, mübtədada, xəbərdən əlaqələnir. Yəni, onlarla xəbər arasında sintaktik əlaqə var. Məsələn, xəstənin vəziyyətinin yaxşılaşdığını sevindi. Xəbərlə əlaqələndirə bilmirik. Deməli, bu müstəqil cümlə üzvü deyil. Amma məsələn, cümlə belə olsaydı ki, xəstənin vəziyyətinin yaxşılaşdığını eşitdik. Belə olanda həmin o birləşmə xəbərlə əlaqələnir. Orada müstəqil cümlə üzvüdür. Amma burada əlaqələndirə bilmirik. Bu tərkibin içindədir. Adil evə qaydanda küçədə köhnə dostu ilə qarşılaşdı. Nə etdi qarşılaşdı? Kimi ilə qarşılaşdı? Deməli, dostu ilə. Hansı dostu ilə? Köhnə dostu ilə təyindir. Nə zaman qarşılaşdı? Evə qaydan, harada qarşılaşdı? Küçədə. Nə zaman qarşılaşdı? Evə qaydanda. Kim? Adil. İndi baxaq. Cümlədə xəbər var, tamamlıq var, təyin var, zərflik və mübtəda. Bu sualda 2 cavab var. A və D variantı. Hər ikisi cavabdır. Yayda onlar bizim səfalı kəndimizdə dincəlirdilər. Nə edirdilər? Dincəlirdilər. Deməli, yayda harada dincəlirdilər? Bizim səfalı kəndimizdə. 3-cü növ təyini söz birləşməsidir. Kim dincəlirdi? Onlar dincəlirdi. Cümlənin mübtədası da nə zaman dincəlirdi? Yayda dincəlirdi. Cümlədə tamamlıq və təyin işlənməyib. 13-cü testə baxaq. Nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Nüşabə qururla qoşa nöqtə. Çünki müəllifin sözü əvvəl gəlsə, ondan sonra qoşa nöqtə qoyuruq. Sonda gələndə isə ondan əvvələ tire işarəsi qoyuruq. Sən elçi deyilsən. Vasitəsiz nekt aşağıdan veriləndə bundan əvvələ bir tire işarəsi qoyulur. Sən elçi deyilsən. Fasilə, bir dənə vergül. Elçi göndərənsən. Yenə fasilə, bir dənə vergül. Dedi, vergül. Buyurun, vergül. Taxta əyləşin. İndi burada müəllifin sözü ortada işlənib. Ümumiyyətlə, müəllifin sözü cümlənin əvvəlində işlənsə, ondan sonra qoşa nöqtə qoyuruq. Sonda işlənsə, onun əvvələ tire işarəsi qoyuruq. Ortada işləndikdə isə hər iki tərəfdən tire və vergül işarəsi qoyulur. Bu dediyi müəllifin sözüdür. Nüşabə qürurla dedi. Bu iki isə müəllifin sözüdür. Geri qalan sən elçi deyilsən, elçi göndərənsən, buyurun taxta əyləşin. Bu artıq nüşabənin sözüdür. Yəni vasitəsiz nitqdir. Sən elçi deyilsən, vergül, elçi göndərərsən. Burada 2 dənə də tire qoyuruq. Müəllifin sözü ortada işlənib. Buyurun, vergül, taxta əyləşin. Baxaq, deməli qoşa nöqtə 3 dənə tire, 1 vergül, 2 vergül, 3 vergül, 4 vergül. Cavabımız D variantıdır.
Hansı əməli yazı nümunəsinin şifahi forması da var? Hesabatdır bu. Həm yazılı, həm də şifahi formada olur. 15-ci suala baxaq. Ki, hansı cümlədə bağlayıcı kimi işlənmişdir? Ki, məsələn, A-da deyir ki, atamın ki bunlardan xəbəri yoxdur. Buradakı ki qüvvətlendirici ədaddır, bağlayıcı deyil. Sən bunları bilirsən ki, burada sual ədatıdır. Dünənki hadisədən xəbərsiz idik ki, sözə bitişik yazılanda zərf düzəldən şəkilçi olur. Hansı hadisədən? Dünənki hadisədən. Bilirdi ki, bu hadisədən xəbərsizsən. Cavabımız C variantıdır. Ki, bağlayıcı olanda tabeli mürəkkəb cümlənin tərəflərini bağlayır. Yəni, iki dənə cümləni bir-birinə bağlayır. Bilirdi ki, bu bir cümlədir. Bu hadisədən xəbərsizsən. Bu da bir cümlədir. İki cümlənin arasında işləndiyinə görə olacaq bağlayıcı. Bildir ki, hadisədən sonra hamı daha çox çalışırdı. Burada da sifət düzəldən şəkilçidir.